Hamıya salam əziz dostlar. Mən Azəri Gamers'dan Şəmsi və bugün sizə Windows haqqında çoxunuzun, demək olar ki, heç birinizin bilmədiyi bir şey göstərəcəm. Tema. Yəni danışacağımız şey temalarla bağlıdır. Siz bunlar bu ölkələri hardan əldə etmişəm? Bu tema ilə unsafe tema. Hamısı onlar başqa özüm yaratmışam o temaları. Əsasən United Kingdom, Kanada, Avstraliya, South Africa, United States kimi ölkələr, mən bütün ölkələri qoymamışam. İndi onları heç bir internetdən yüklənmə zad eləmirik. Bunlar onsuz da bizim kompüterimizdə var özləri. Ən birinci girəcəyik kompüterə. Windows'umuz hardadırsa, yəni Windows bu papka hardadırsa onu tapıb bura giririk və burada globalization olmalıdır. Globalization bu. Buna vurursunuz və burada heç nə gəlmir. Burada adreslərin yazıldığı yerə gəlirsiniz və burada slash qoyub diqqət eləyin, enterin yanındakı slash, shift'in yanındakı slash'ı qoymuruq və burada böyük hərflərlə MCT yazırıq və enter basırıq. Gördüyünüz kimi burada bəzi papkalar əmələ gəldi. Oradan tutaq ki, biz United Kingdom varımızda, South Afrika'mızda var, United States'imizdə var, deyəsən hamısı eləmişəm, Avustraliyamızda var, Kanada, hər nəysə, buna bıraq, South Africa. Buradan temaya giririk, tema yazılır, za yazılır, adına gələk. İndi temamız dəyişəcək bizim. Bəli, temamız dəyişdi və bunlar da burada saxlanıt olur avtomatik öz-özünə. Məni izlədiyiniz üçün təşəkkür edirəm əziz dostlar. Sizə bir şeylərdə kömək elədimsə mən nə şad. Mənim üçün nə gözəl. Azəri Gamers'a kanalına videoların gəlməsi üçün bəyənməyi, yorum atağı və yeni kanalımıza abunə olmağı unutmayın. Onu da deyim ki, kanalımız hələ bugün atılıb. Nəysə, əziz dostlar, sağ olun, var olun.